ziyarətində həccin qəbul olması üçün, kamil olması üçün, tamam olması üçün gərək biz neyi tapmalıyıq? Həccin kafını tapmalıyıq. Kaf, sən. O sən hanı? İbrahim Aleyhisselamın dövründə İbrahim Aleyhisselam idi. Musa Aleyhisselamın dövründə Musa Aleyhisselam. İsa Aleyhisselam, İsa Aleyhisselam. Bizim Peyğəmbərimizin dövründə bizim Peyğəmbərimiz Muhammed. Peyğəmbərimiz dünyasını dəyişdi, sonra İmam Əli Aleyhisselam, sonra İmam Həsən Aleyhisselam, sonra İmam Hüseyin Aleyhisselam və ta bugünkü günə qədər Əhl-i Beyt şiyyələri həccə gedəndə ən azından İmam Zaman ağanı orada görmək arzusunda olmalıdır. Yəni o Əhl-i Beyt şiyyəsi ki, bax bunu hamıya ünvanlayıram. Birinci özümüzə, sonra başqalarına. Birinci özümüzə. O Əhl-i Beyt şiyyəsi ki, həccə gedir. Orada 12-ci imam yadına düşmürsə, o təzədən geçsin. Çünki Quran şərtinə o adam əməl eləmir. Sən axtar, taparsan, taparsan. Tapmazsan da nədir? Gəlmişdim yanıva, amma səni tapa bilmədim. Günahlarıma görə, filana görə. Amma sən nə etməlisən? Onu orada axtarmalısan. O hacı ki, həccə gedə və orada 12-ci imam heç yadına düşmüyor. Həmən bu adam Allahın göstərişi ilə getmir. Allah deyir, həccə gedəcəksən, həcdə Ərəfat var, Mina var, filan var, Kəbə var. Birinci kimin yanına getməlisən? Yətükə, sənin yanına. O sənüvü tapmalısan. Gəldim sənin yanına. Onu şərt 4 tapasan ki, o ancaq 4 naibə məxsus olub. İmamı həcdə tapıb. Kəbə divərinin yanında Səhih Sənəd hədisdə Şeyx Səduqun Kəmaləddin və İtmam-ı Nəhmə kitabında yazır ki, gördüm 12-ci imamı Kəbə evinin yanında bu duanı eləyirdi. Ey mənim Rəbbim, mənə verdiyin vədəni tezləşdir və həyata keçir. O tanıdı, o kafın tapdı, sənin tapdı. Naibin həccin oldu, Quran həcci. Və bu tənbihi heç kim unutmaz.